İkinci hissə məhəbbət nəzəriyyəsi. Məhəbbət insan varlığı probleminin həllidir. İstənilən məhəbbət nəzəriyyəsi insan özündən və onun mövcudluğundan başlamalıdır. Heyvanlarda məhəbbət və ya ona oxşar bir şey aşkar etsək də, onların bağlılıqları əsasən instinkt sahəsinə aiddir. İnsanlarda isə bu instinktlərin yalnızlıq hissəsini aşkar etmək mümkündür. İnsan varlığı üçün onun heyvanat səltənətini, instinksiz uyğunlaşma aləmini tərk edərək, təbiət sərhədini aşmasına baxmayaraq, hələ də o sərhədi qoruyub saxladığı amili çox mühümdür. İnsan təbiətin bir parçasıdır, lakin bir gün ondan qopandan sonra o bir daha heç zaman geriyə qayıda bilməz. Əgər bir kərə təbiətlə ilkin vəhdət vəziyyətindən, yəni cənnətdən qovulmuş olan insan bir daha geriyə dönmək istəyərsə, sözsüz ki, onun yolunu əllərində odlu qılınclar işıldayan baş malikələr kəsərlər. İndi insandan əvvəlki ulu əcdadlarımızın 1 milyonluq itirdiyi harmoniyanın əvəzinə, yəni şüurlu inkişaf etdirilməklə, yeni insan harmoniyası axtarıb tapmaqla yalnız irəliyə getmək mümkündür. İnsan doğulanda söhbətin bütün bəşəriyyətdən və ya tək bir individdən getməsindən asılı olmayaraq, instinktlərin konkret olduğu qədər müəyyən bir mühitdən qovularaq, qeyri-müəyyən, zəif və açıq bir mühitə düşmüş hesab edilir. O yalnız keçmişindən əmindir. Gələcəyə gəldikdə isə bu əminlik yalnız gec və ya tez ölməsinə aid olur. İnsana şuur əta olunub. O, özünü dərk edən bir həyat formasıdır. O, özünü və özünə oxşarları, öz keçmişini və öz mümkün gələcəyini dərk edir. Bu ayrıca bir mahiyyət olaraq özünü dərk etmə həyat yolunun qısa müddətli olduğunu, insanın öz iradəsindən asılı olmayaraq dünyaya gəlib dünyadan getməsini, ya özünün yaxınlarından əvvəl ya da sonra ölməsini, öz tənhalıq və qəribliyini, təbiət və cəmiyyət qüdrəti qarşısında öz acizliyini dərk etməsi kimi amillər, axır əvvəl onun tənha və cəmiyyətdən təcrid olunmuş varlığını bir cəhənnəmə çevirir. İnsanlar hansısa bir yolla bu əzabdan qurtulub azadlığa çıxmağı və ətraf mühitə qaynayıb qarışmağı bacarmazsa, sonda dəli olmaq təhlükəsi ilə qarşı-qarşıya qalacaq. Təcrid olunma həyəcanından təşviş doğur və son nəticədə təşviş həmişə ondan irəli gəlir. Təcrid olunmaq bəşər imkanlarından və qüdrətindən faydalana bilmədən ətraf aləmdən ayrı düşmək deməkdir. Ona görə də təcrid olunmaq ətraf mühitə, insanlara və ümumiyyətlə bizi əhatə edən hər bir şeyə təsir göstərmək iqtidarına malik ola bilməmək. Daha dəqiq, gücsüzlük deməkdir. Deməli, ətraf aləm mənim hüquqlarımı əl uzada bilər. Mən isə bunun qarşısında aciz qalıb özümü müdafiə edə bilmərəm. Beləliklə, təcrid olunma daxili narahatlıq mənbəyidir. Bundan əlavə belə hal xəcalət və günahkarlıq hissi yaradır. Belə bir xəcalət və günahkarlıq hissinin təcrid olunma şəraitində yaşanması Bibliyadakı Adəm və Həvva haqqında olan hekayədən təsvir olunub. Adəm və Həvva xeyir və şər ağacının barından daddıqdan sonra itaət etmədikdə, təbiətlə ibtidai heyvanı vəhdətindən qurtularaq insan olduqları bir zamanda, yəni bir insan olaraq doğulandan sonra hər ikisinin gözləri açıldı və onlar tamamilə çılpaq olduqlarının fərqinə vardılar və xəcalət hissi keçirtdilər. Bu fakt dünya qədər qədim əfsanədə 19-cu əsrin riyakar əxlaq prinsipinin olduğundan, bu hekayədə bəhs olunan Adəm və Həvvanın öz bədən əzalarını görmələri üzündən çəkdikləri bir xəcalətdən xəbər verir. Çətin ki, bu belədir və bu əfsanənin Viktoriya dövrünün ruhunu anlamaqla biz ən əsas amili gözdən qaçırırıq. Burada əsas olan isə çox güman ki, özünü və bir-birini dərk etməklə kişi və qadının özlərini xüsusi fərd, bir-birindən fərqli və hər ikisinin ayrı-ayrı cinslərə aid olduqlarını bildirən amildir. Lakin xüsusi fərd və bir-birindən fərqli olduqlarını qəbul etməklə onlar yenə də bir-birinə yad olaraq qalırlar. Çünki hələ sevməyi öyrənə bilməmişlər. Əsl utanc mənbəyi məhz bəşər ayrılığının məhəbbətsiz və birlik olmağa çalışmadan yaşamasını dərk olunmasıdır. Günah və təşviş hissinin mənbəyi də elə buradadır. Beləliklə, insanın ən dərin tələbatı özünün təcrid olunmasını aradan qaldırmaq və tənhalıq əsarətindən azad olmaq niyyətidir.
Bu məqsədə çatmağın qeyd-şərtsiz mümkünsüzlüyü isə dəlilik dərəcəsinə gətirib çıxarır. Çünki tam tənhalıq istirabına yalnız ətraf aləmdən gizlənməklə, individin təcrid olunduğu bu aləmin özü yox olandan sonra bütünlüklə üstün gəlmək mümkündür. Tənhalığı necə aradan qaldırmaq, birliyi necə əldə etmək, öz fərdi həyatının sərhədlərindən kənara çıxıb birləşməyə necə nail olmaq kimi suallar istənilən dövr və mədəniyyətin insanlarının qarşısına çıxan eyni suallardır. Bu suallar istər ibtidai mağara insanı, istər malqarasını gözləyən köçəri maldar, Misir kəndlisi, Finikiya taciri, Roma əskəri, orta əsr rahibi, Yapon samurayı, istərsə də müasir məmur və fəhlə olsun, hamı üçün eyni mahiyyət kəsb edir. Sual ona görə hamı üçün eynidir ki, onun kökləri də insan vəziyyəti və varlığının şərtləri olan eyni yerdən başlanğıc götürür. Lakin hər kəs bu sualı müxtəlif şəkildə cavablandırır. Cavab heyvanlarla bağlı ayin, insan qurbanları, hərbi nailiyyətlər, cah-calal və özbaşınalıq, asketizm, fədakar əmək, bədii yaradıcılıq, Tanrıya sevgi, bəşər övladına sevgi və s. ola bilər. Bu cavabların sayı çox olsa da onların siyasi insan tarixindən başqa bir şey deyil və bu külliyyatın hədsiz hüdudsuz olduğunu düşünməkdə yanlış olardı. Əksinə, diqqətimizi əhəmiyyətsiz olan fərqlərdən ayırsaq, nə vaxtsa verilən və yalnız müxtəlif mədəniyyətlərə aid olan insanların təxəyyülündə yaranan cavabların məhdud sayda olduğunu anlayırıq. Din və fəlsəfə tarixi də məhz müxtəliflik və məhdudluqla əhatə olunmuş bu cavabların tarixidir. Cavab isə daha çox individin özünü dərk etmə dərəcəsindən asılıdır. Körpənin öz şəxsiyyətini dərk etməsi hələ çox kövrək olur. O hələ özünü anasının ayrılmaz bir hissəsi sanır və nə qədər ki anası yanındadır, körpə özünü təcrid olunmuş hesab etmir. Körpənin tənhalıq hissi anasının cismani yaxınlığı, onun sinəsinin, dərisinin duyulması ilə aradan qalxır və körpə özünü heç də təcrid olunmuş hesab etmir. Beləliklə, körpə yalnız xüsusiləşmə və individuallıq həddinə çatanda, artıq anasının cismi yaxınlığı onun üçün kifayət etmir və o zaman təcrid olunmanın başqa bir yolla aradan qalxmasına ehtiyac yaranır. Eyni sözlər bütünlüklə bəşəriyyətə də aid etmək olar. Çünki hamı körpə çağlarında özünü təbiətlə vəhdət olaraq zənn edir. Yer kürəsi, heyvanlar, bitkilər hər insanın dünyasının bir hissəsini təşkil edir. O özünü heyvanlarla eyniləşdirir və bu, heyvan maskalarından istifadə olunmaqla, həmçinin heyvan toteminə və ya heyvan şəklində ilahələrə sitayiş etməklə də ifadə olunur. Lakin getdikcə insan bu kimi ibtidai zəncirlərdən azad olduqca, onun təbiətlə bağlılığı sarsılmağa başlayır və tənhalıqdan qurtulmaq üçün yeni üsullarla zərurət daha da güclənir. Bu məqsədə çatmağın bir yolu da bəzən narkotik maddələrdən istifadə olunmaqla autogen ekstaz, cuşa gəlmə kimi vəziyyətlə nəticələnə biləcək müxtəlif orqastik hallardır. İbtidai tayfaların bir çox ayinləri belə qərarın əyani sübutudur. Cuşa gəlmə anında zahiri aləm yox olur və onunla bərabər təcrid olunma hissi də aradan qalxır. Belə ayinlər bir qrup insanların birgə iştirakı ilə keçirildiyi üçün onlardan bir-biri ilə qovuşma təəssüratı yaranır və bu da həmin qərarın daha effektiv olmasına səbəb olur. Cinsi həyəcanda orgiastik qərarla sıx əlaqədar olaraq çox zaman onunla uyğunlaşdırılır. Qrup şəklində keçirilən orgiyaların ayini bir çox ibtidai adət-ənənələrin tərkib hissəsi olmuşdur. Görünür, orgiastik həyəcandan sonra bir müddət insan öz təcrid olunmasını özünə o qədər də dərd etmir. Getdikcə gərginlik və narahatlıq güclənir və o zaman onu yenə də yuxarıda qeyd etdiyimiz ayinlərin keçirilməsi ilə zəiflədirlər. Bunlara oxşar orgiastik hallar bütün tayfa üzvləri üçün adi bir şey olduğu üçün onlar heç də günah və narahatlıq hissi keçirmirlər. Əksinə belə davranış kahin və cadugərlər tərəfindən tövsiyə olunduğu üçün düzgün və hətta cömərd sayılır. Məhz bunun üçün günah və xəcalət hissinə heç də yer qalmır.
Lakin belə adətlərin yer almadığı bir mədəniyyətin hansısa bir individi bu yolu tutduqda isə işlər tamamilə başqa bir istiqamət alır. Qeyri-orgastik mədəniyyətdə bu kimi hallar alkoqolizm və narkomaniya formasını alır. Qərarları ictimai cəhətdən proqramlaşdırılmış fərdlərin əksinə olaraq belə individlər günah hissi və vicdan əzabından əziyyət çəkirlər. Təcrid olunma dairəsindən xilas yollarını sərxoşluqla axtarmaqla, çalışmaqla individin orgastik həyəcanı təsiri bitdikdə və onun bu vasitələrə daha tez-tez əl atmasına zərurət yarandıqdan sonra tənhalığı daha güclü hiss etməyə başlayır. Müəyyən dərəcədə izolyasiya problemlərinin bir qismini dəf etmək iqtidarında olan bu üsul təcrid olunmanın öhdəsindən gəlmək üçün təbii və normal sayılır. Orgastik birləşmənin bütün formalarına aid edilən 3 xüsusi cəhət var. Qüvvəsi və hətta coşqunluğu ilə fərqlənən birləşmə. İnsanı bütövlüklə cismani və ruhani baxımdan ağuşuna alan birləşmə. Ötəri və vaxtaşırı təkrarlanan birləşmə. Daha tez-tez və müntəzəm olaraq baş verən başqa birləşmə üsulu üçün isə işlər tamamilə başqa şəkildə cərəyan edir. Söhbət bütün qrupun bu birləşməyə ram olan, onun adət-ənənələrinə və ya yaşam tərzinə uyğunlaşan külliyyatdan gedir. Bu birləşmə forması da həmçinin inkişafın gedişatı zamanı bəzi dəyişikliklərə uğramışdır. İbtidai cəmiyyətdə qrup o qədər də böyük deyildir. Bu toplum bir ərazidə yaşayan qohumları birləşdirir. Mədəniyyət inkişaf etdikcə qrup böyüyür və bu toplum artıq ölkə vətəndaşları və dini ictimai iştiraklarını özündə birləşdirir. Ən kasıb Romalı bu sözləri deyə bilməsi ilə fəxr edirdi. Mən Roma vətəndaşıyam. Roma və imperiya onun üçün bir ailə, doğma ev, bütün dünyası idi. Həmin vəziyyət müasir qərb cəmiyyətində də müşahidə olunur. Qrupla birləşmə təcrid olunmadan qurtulma sahəsində üstünlük təşkil edən üsullardan sayılır. Belə birləşmənin əsasını individualın mənliyinin əhəmiyyətli dərəcədə yox olması və başlıca məqsədin çoxluq təşkil edən topluma məxsus olması təşkil edir. Əgər mən başqalarına bənzəyirəmsə, məni onlardan fərqləndirən şəxsi düşüncə və hisslərim yoxdursa, əgər vərdiş, geyim tərzi və düşüncələrimlə hamı tərəfindən qəbul edilmiş etalona riayət edirəmsə, deməli təhlükəsizlikdəyəm. Qorxunc tənhalıq həyəcanından xilas olmuşam. Diktatura bu itaətə hədə qorxu və terror vasitəsilə, demokratiya isə inandırma və təbliğat yolu ilə nail olur. Əlbəttə, bu sistemlər arasında əhəmiyyətli fərq mövcuddur. Demokratiyalarda itaətsizlik bəlkə də tamamilə yox dərəcəsində deyil. Totalitar sistemin çox az sayda qəhrəman və şahidi itaətkarlıqdan imtina etmək iqtidarındadır. Lakin bu fərqə baxmayaraq, demokratik ölkələrdə belə itaətkarlıq sözsüz ki, üstünlük təşkil edir. Məsələ burasındadır ki, birləşməyə olan ehtiyac təmin olunmalıdır və əgər başqa daha yaxşı bir üsul yoxdursa, onda topluma itaət yolu ilə birləşmə üsulu üstünlük təşkil edir. Yalnız cəmiyyətdən təcrid olunmamaq ehtiyacının nə qədər dərin olduğunu anlayan zaman, başqalarından fərqli olmaq, biraz da olsa toplumdan ayrılmaq qorxusuna qalib gəlmək mümkündür. Bəzən bu itaətsizlik qorxusu real təhlükə qarşısında tabe olmayanları gözləyən vahiməyə bərabər tutulur. Lakin əslində insanlar məcburiyyətdən çox könüllü sürətdə itaət etməyə meyillidirlər. Ən azından qərb demokratiyalarında belədir. İnsanların böyük əksəriyyəti itaət etmək zərurətini heç dərk etmir. Onlar bütün varlıqları ilə şəxsi zövq və meyillərinin dalınca getmələrinə, individualist olmalarına, özünə məxsus fikirlərinə məhz şəxsi düşüncə yolu ilə gəldiklərinə inanırlar. Onların fikrinin çoxluğun fikri ilə üst-üstə düşməsi faktını isə sadə bir təsadüf hesab edirlər. Ümumi həmrəylik onların dünya görüşlərinin düzgünlüyünə dəlalət edir. Özünü müəyyən mənada individual hesab etmək zərurəti qaçılmazdırsa, bu individuallıq bəzi xırdalıqların fərqliyi ilə seçilir. Çanta üzərində və ya sviterdə bir yazı, üstündə bank kassirinin adı yazılmış bir lövhəcik
Respublika Partiyasına deyil, Demokratiya Partiyaya, Şraynerlər Cəmiyyətinə deyil, Marallar Üç Cəmiyyətinə mənsubluq və s. buna misal çəkmək olar. İndividual fərqlənmələr məhz belə şeylərdə ifadə olunur. Başqalarından çox fərqli söyləyən reklam şüarı öz-özlüyündən kəskin fərqlənmək zərurətindən xəbər verir. Halbuki əslində ortada heç bir fərq yoxdur. Fərqlərin aradan qaldırılmasına yönəlmiş artan tendensiya sənaye sahəsində qabaqcıl ölkələrdə inkişaf etmiş bərabərlik konsepsiyası ilə sıx əlaqədardır. Din kontekstində bərabərlik bütün insanların Tanrının övladları olduğu, hamının eyni ilahi insan mahiyyəti daşıdığı və hamının vahid birlik təşkil etdiyi demək idi. Bu həmçinin ondan xəbər verir ki, individlər arasındakı fərqlər ayrı-ayrılıqda hörmətə layiqdir və hamının vahid birlik olduğu doğrudursa, onda hər kəsin vahid varlıq və öz-özlüyündə bir kainat olduğu da danılmazdır. İndividin vahid olduğundan bəhs edən belə bir qənaət Yahudilərin müqəddəs kitabı olan Talmuddakı ilahi kəlamların birində əksini tapmışdır. Bu kəlamda bir nəfərin həyatını xilas etmiş adamın bütün kainatı xilas etməsindən və əksinə bir həyatı məhv etmiş kəsin bütün kainatı məhv etmiş olmasından bəhs olunur. Qərbin maarifçi filosoflar da bərabərliyi individuallığın inkişafının şərtləri kimi qəbul edirlər. Bu da kainatın mükəmməl şəkildə ifadə etdiyi kimi heç bir insan o birinin məqsədlərinə çatmaq üçün vasitə rolunu oynamamalı olduğundan bəhs edirdi. Çünki onlar hamısı qəti olaraq bir-biri üçün vasitə deyil, yalnız və yalnız məqsədin məqsidir. Maarifçilik ideyalarına riayət edərək müxtəlif məktəblərin sosialist mütəfəkkirləri ilə bərabərliyi, insan istismarının amansız və ya insaflı xarakter daşımasından asılı olmayaraq, insan özü tərəfindən ləğv olunması kimi şərtləndirilir. Müasir kapitalist cəmiyyətində bərabərlik anlayışının mənası dəyişikliklərə məruz qalmışdır. Bərabərlik sözü altında avtomatların, individuallığını itirmiş insanların bərabərliyi anlaşılırdı. Bərabərlik artıq vəhdət deyil, daha doğrusu uyğunlaşma deməkdir. Buna eyni işi icra edən, eyni cür əylənən, eyni qəzetləri oxuyan, eyni cür hiss edən, eyni tərzdə düşünən insanların birgə yaşayışı demək olar. Bu nöqteyi nəzərdən tərəqqi əlaməti sayılan qadınların bərabərliyi ideyasına da məlum şübhə ilə yanaşmaq gərəkdir. Mən qadınların bərabərliyinin əleyhinə deyiləm kimi ifadələri deməyə dəyməz. Lakin onda nəzərə almaq lazımdır ki, bərabərliyə can atmanın müsbət cəhətləri bizi yanıltmamalıdır. Bu, fərqlərin aradan qaldırılması ümumi tendensiyasının bir hissəsidir. Bərabərlik məhz bu cür dəyərləndirilir. Qadınlar kişilərlə bərabər hüquqlardadır. Çünki onlar artıq bir-birindən fərqlənmirlər. Maarifçilik fəlsəfəsinin irəli sürdüyü ruhun cinsi olmur müddəası hər yerdə tətbiqini tapmışdır. Cinslərin ziddiyyəti yox olduqca, paralel olaraq bu ziddiyyətə əsaslanan sevgi də yox olur. Kişi və qadın bir-birinə əks olan qütblər kimi bərabərləşmək əvəzinə bir-biri ilə eyniləşdirildi. Müasir cəmiyyət bir-birindən fərqlənməyən insan atımlarına ehtiyac duyduğu üçün individualsızlıq, bərabərlik ideyalarını təbliğ edir. Bütün bunlar onların cəm şəkildə fəaliyyət göstərməsinə yönəlmiş müqavimətsiz vahid bir mexanizmdir. Burada əsas məqsəd hamının öz şəxsi istəklərinə uyduqlarını zənn etmələrini qorumaqla eyni əmrlərə tabe olmalarını təmin etməkdir. Müasir kütləvi istehsalatda malların standartlaşdırılması tələb olunduğu kimi, müasir inkişafda da insanların standartlaşdırılması tələb olunur və bu unifikasiya bərabərlik adlanır. Tabelikdən keçən birləşmə çılğın, kəskin xarakter daşımır. O aralama, müəyyən olmuş qayda qanuna riayət olunmaqla başa gəlir və elə buna görədir ki, çox zaman təcrid olunmadan doğan narahatlığı dəf etmək üçün bu yetərli olmur. Müasir qərb cəmiyyətində geniş yayılmış alkoqolizm, narkomaniya, beyinləri həkk olunmuş şəhvət, intiharlar və s. bu kimi xoşagəlməz hallar orada topluma tabeliyin olduqca zəif olduğundan xəbər verir. Bundan əlavə, bu cür qərar cismə deyil, xüsusilə psixiyaya toxunur ki, bu da orqestik qərarlarla müqayisədə məğlubiyyətə uğramış bir səbəbdir. Topluma tabeliyin yalnız bir üstünlüyü var.
O mütəmadidir və təlaşlı xarakter daşımır. Artıq 3-4 yaşından individ itaətkarlıq sxemi ilə hərəkət etməyə başlayır və ondan sonra toplumla əlaqəsini heç itirmir. Hətta onun özünün son önəmli ictimai işi olan dəfn mərasimi də qəbul olunmuş standartlara ciddi riayət olunmaqla keçir. Təcrid olunmadan doğan narahatlığı azaltmağa yönəlmiş itaətkarlıqla yanaşı, müasir həyata xas olan daha bir amili nəzərdən keçirmək lazımdır. Bu həyatdakı adət halını almış monoton, usandırıcı işin rolu və eynilə o cür əyləncələrin roludur. İnsan 9-dan 5-ə qədər vaxtını oturmaqla keçirən 4-birinə klerik və menecerlərin işçi və ya bürokratik qüvvəsinə çevrilir. Ondan təşəbbüs göstərməsi tələb olunmur, çünki məqsəd və vəzifələri təşkilat tərəfindən müəyyən olunmuşdur. Hətta yuxarı və aşağı xidmət pillələrində dayananlar arasında da yalnız cüzi fərq mövcuddur. Onların hamısı öncədən müəyyən olunmuş sürət və üsulla təşkilatın ümumilikdə müəyyən etdiyi tapşırıqları icra edir. Hətta duyğular da müqəddərata bağlanıb. Həyat eşqi, səbir, özünə inam, şöhrətpərəstlik, hamı ilə dil tapmaq və s. Keyf və əyləncələrdə yuxarıda qeyd etdiyimiz qədər hökmən olmasa da müəyyən olmuş qaydalara tabedir. Kitablar oxucu klublarının, filmlər kinostudiya və kinoteatrların sahibləri tərəfindən özlərinin maliyyələşdirdiyi reklamlar vasitəsilə insanlara məcburi aşılanır. Yerdə qalanlar da həmin qaydada standartlaşdırılmışdır. Bazar günü avtomobillə gəzinti, televizor qarşısında oturma, kartlı oyunlar, əyləncə gecələri və s. Beşikdən qəbrə, bazar ertəsindən bazar gününə, səhərdən axşama qədər bütün hərəkətlər proqramlaşdırılmış və müəyyən olmuş qaydalara uyğun həyata keçirilir. İndi özünüz düşünün, gündəlikə talyat toruna uğramış kəslərdən insan təkrar olunmaz individual olduqlarını və bu həyatı yalnız bircə dəfə özlərinin ümidləri və məyusluqları, kədərləri və qorxuları, məhəbbəti olan dərin ehtiyacları, tənhalıq və təcrid olunmadan qorxuları ilə yaşaya biləcəklərini unutmamağı necə tələb etmək olar? Birləşməyə nail olmağın üçüncü üsulu yaradıcı fəaliyyətdir. Rəssam və sənətkar fəaliyyəti. Yaradıcı fəaliyyətin istənilən növündə insan ətraf aləmi təsvir edən materiallarla birləşir. İstər masa yonan dülgər, bəzək əşyası düzəldən zərgər, çörək becərən kəndli, istərsə də rəsm əsəri yaradan rəssam. Kim olursa olsun, yaradıcılığın bütün növlərində işçi və onun əmək predmeti birləşir. İnsan ətraf aləmlə vəhdət fəaliyyət prosesində yetişir. Lakin bu, yalnız məhsuldar əməyə aiddir. O əməyə ki, hansından mən özüm plan qurub işimi həyata keçirirəm və nəticələri gözümlə görürəm. Müasir əmək prosesində çalışan qulluqçu və ya konveyer fəhləsi birləşdirici əmək funksiyasından demək olar ki, heç nə görmür. Burada işçi sadəcə bürokratik təşkilat makinasının bir çıxıntısına çevrilir. O özü olmaqdan çıxıb və buna görə də onun üçün itaətkarlıqdan başqa ətraf aləmlə birləşmə yolu qalmamışdır. Məhsuldar əmək əsnasında yaranmış birlik şəxsiyyətlər arası xarakter daşımır. Orkestrik birləşmə zamanı yaranmış birlik keçicidir. Tabeçilik sayəsindəki birlik isə saxta birlikdir. Beləliklə bütün bunlar insan varlığı problemlərinin həllində çox cüzi qismdir. Problemin tamam həlli şəxsiyyətlər arası birliyə nail olmada, bir insan o biri ilə birləşməsində, məhəbbətdədir. Başqa bir insanla birliyə belə çılğın can atma, bütün başqa can atmalardan qat-qat güclüdür. Bu, ən mühüm ehtiras, ailəni, qəbiləni, cəmiyyəti, bütün bəşəriyyəti tam bir vahid edən qüvvədir. Belə birlik nəticəsində yarana biləcək məğlubiyyət, dəlilik və ya məhv olma ilə təhlükəlidir. Burada özünü məhv etmə və ya ətraflı məhv etmə məfhumlarının ikisi də nəzərdə tutula bilər. Sevgisiz bəşəriyyət bir gün belə yaşaya bilməzdi. Lakin şəxsiyyətlər arası birliyin nailiyyətlərinə sevgi, məhəbbət adı verməklə biz ciddi maneə ilə üz-üzə qalırıq. Birləşməyə müxtəlif yollarla nail olmaq mümkündür və müxtəlif məhəbbət formaları arasındakı fərqləri ən az oxşarlıqlar qədər əhəmiyyətlidir. Görəsən bütün bu formalara məhəbbət adlandırmaq olarmı? Yoxsa bu sözü yalnız hansısa xüsusi birləşmə növünə aid etmək daha məqsədə uyğundur?
O birləşmə növünə ki, 4100 illiyi əhatə edən Qərb və Şərq tarixinin bütün nəhəng humanist dinlərinin və fəlsəfi sistemlərinin idealına çevrilmişdir. Söhbət sözlərin mənasından düşəndə bu sualın cavabını həmişəki kimi sərbəst seçmək mümkündür. Ən əsası məhəbbət haqqında danışanda hansı birləşmənin nəzərdə tutulmasını bilməkdir. Varlıq probleminin kamil qərarı mı, yoxsa simbioz əlaqə adı verilə biləcək məhəbbətin inkişaf etməmiş formaları mı? Sonrakı şərhlərdə mən birincini məhəbbət adlandıracağam, lakin öncə ikincini gözdən keçirdək. Simbioz əlaqənin bioloji timsalı ana ilə bətindəki düşəyin bağlılığıdır. Onlar iki olsa da yenə də bir vahiddir. Onlar birgə yaşayır, bir-birinə möhtacdırlar. Düşəyim ananın bir parçasıdır. Ondan ehtiyacı olan hər şeyi alır. Ana onu qidalandıran, mühafizə edən dünyasıdır. Lakin ananın da həyatı onunla stimullaşdırılır. Psixi simbioz əlaqədə cisimlər bir-birindən asılı deyil, sərbəstdir. Lakin psixoloji baxımdan o əlaqənin təsviri göz önündədir. Simbioz əlaqənin passiv forması tabeçilik və yaxud tibbi dildə desək mazoxizmdir. Mazoxist şəxs dözülməz tənhalıq və təcrid olunma hissindən onu istiqamətləndirən, müdafiə edən, üzərində rəhbərlik edən, onun üçün sanki həyat mənbəyinə, havaya çevrilən başqa bir insanın ayrılmaz hissəsinə çevrilərək azad olur. Tabi olduğu obyektin qüdrəti, insan və ya səcdəgah olmasından asılı olmayaraq, onun üçün son dərəcədə yüksək olur. O hər şeydir, mən isə heç nəyəm. Mən yalnız onun bir hissəsi olduğum üçün əhəmiyyət kəsb edirəm və məhz onun bir hissəsi olmaqla mən onun qüdrətinə, gücünə, əzminə aid oluram. Mazoxist şəxs heç zaman ciddi qərarlar qəbul etmir, riskə getmir, tənhalıqda qalmır. Amma bununla belə heç vaxt müstəqil də olmur. Onda tamamlıq, bütövlük çaşmazlığı var. O hələ tam doğulmayıb. Dini kontekstdə sitayiş obyekti büt adlanır. Lakin dünyəvi kontekstdə də mazoxist məhəbbət üzərində qurulmuş münasibətlərin mexanizmi əslində elə dində olduğu kimi bütpərəstlikdir. Mazoxist münasibət fiziki cinsi meylə əlaqələndirilə bilər. Bu halda insan təkcə qəlbi ilə deyil, həm də bədəni ilə təslim olur. Taliyə, xəstəliyə, pop musiqiyə, narkotik və hipnozun səbəb olduğu orgestik hallara mazoxist sitayiş növləri mövcuddur. Bütün bu kimi hallarda şəxs özünün bütövlüyündən imtina edir. Aid olduğu sitayiş obyektini alətinə çevirir. Ona elə gəlir ki, bu problemi yaradıcı fəaliyyət yolu ilə həll etməyə heç bir zərurət yoxdur. Simbioz əlaqənin aktiv forması ağalıq, hökmranlıq və ya mazoxizmlə bağlı psixoloji termin ilə ifadə etsək, sadizmdir. Sadist başqa bir şəxsi özünün bir parçasına çevirməklə özünü əsarətdən və tənhalıqdan qurtarmağa can atır. Bu adamlar öz gözündə yüksəlir və onları ilahiləşdirən, onların bir parçası olan başqa bir şəxsin mövcudluğu ilə özlərini ruhlandırırlar. Sadist şəxs də eyni ilə ona tabi olan şəxsin ondan asılı olduğu kimi özü də həmin şəxsdən asılıdır. Yəni bu iki şəxs bir-birindən ayrı yaşaya bilməz. Yeganə fərq isə sadistin idarə edən, əmr verən, istismar edən, alçaldan, əzab verən, mazoxistin isə əmrlərə tabi olan, istismara, ağrıya və alçatmalara dözən tərəf olmağındadır. Reallıqda bu ciddi fərqdir, lakin daha dərin, emosional mənada burada daha çox ümumlük amili üstünlük təşkil edir. Çünki hər iki şəxs natamam birləşmənin bəndələridir. Bunu anlasaq, üzləşdiyimiz vəziyyətə təəccüblənməliyik. Belə ki, əksər hallarda bu insanlar əsasən başqa obyektlərə münasibətdə özlərini gah sadist, gah da mazoxist kimi aparırlar. Hitler xalqa əsasən sadist, taliyə, tarixə, təbiətə, ali qüdrətinə isə mazoxist münasibət sərgiləyir və burada bir son mövcuddur. Dünya hökmranlığı barədə arzuları kimi ona xas olan daha bir cəhət, ümumi dağılma içində intihar idi. Simbioz əlaqənin əksinə olaraq yetkin məhəbbət şəxsiyyətin bütövlüyü və individuallığının qorunub saxlanmasını nəzərdə tutan bir münasibətdir. Məhəbbət, insanın insanla yoldaşlığı arasındakı hasarları dağıtmaq, insanın başqaları ilə birləşdirmək iqtidarındadır.
Qısası, daxili dünyanın çox təsirli qüvvəsidir. Məhəbbət insana tənhalıq və təcrid olunma hisslərində qalib gəlməyə, eyni zamanda insanın özü kimi qalmasına, özünün bütövlüyünü qoruyub saxlamasına yardımcı olur. Məhəbbətin paradoksu ondan ibarətdir ki, iki varlıq bir vəhdət təşkil etsə də, onlar yenə də iki ayrı-ayrı insanlardır. Məhəbbəti fəaliyyət kimi qəbul etməklə biz, fəaliyyət sözünün bir mənalı olmaması ilə bağlı müəyyən bir çətinliklə qarşılaşırıq. Müasir anlamda fəaliyyət sözü adətən müəyyən enerji sərfiyyatını nəzərdə tutan və özü ilə mövcud vəziyyətin dəyişilməsinə səbəb olan hərəkəti ifadə edir. Bu mənada bizneslə məşğul olan, tibbi tədqiq edən, konveyerlərdə çalışan, masalar düzəldən və idmanla məşğul olan insanlara yaradıcı insanlar deyilir. Bütün bu fəaliyyət növlərinin ümumi bir cəhəti vardır ki, onların hamısı müəyyən zahiri məqsədə yönəldilmişdir. Yaradıcılığın səbəblərinə gəldikdə isə onlar nəzərə alınmır. Məsələn, bir nəfər tənhalıq və qətiyyətsizlik hissindən qurtuluş tapmaq üçün, digəri onu idarə edən şöhrətpərəstlik və təmahkarlıq hissləri səbəbindən sonu görünməyən bir işə başlayır. Hər iki halda insan öz hərisliyinin quludur və onun aktivliyi əslində passivlikdir. Çünki bu hərislik onu daim təqib edib. Onun yolu gerçək yox, istirabdır. Başqa bir tərəfdən baxanda özünün ətraf aləmlə bağlılığının dərdini çəkərkən, hərəkətsiz oturub seyirci qalan insan passiv sayılır. Çünki o heç bir iş görmür. Əslində isə belə bir mərkəzləşdirilmiş meditasiya halı mümkün olan fəaliyyət formalarının ən yüksək olmalıdır. Yalnız daxili azadlıq və müstəqillik şərtləri ilə mümkün olan ruhun yaradıcılığı. Müasir zamanımızda fəaliyyət sözünün bir mənası da zahiri məqsədlərə çatmaq üçün enerji sərfiyyatı, digər mənası isə zahiri aləmdə nəyinsə dəyişib dəyişməyəcəyindən asılı olmayaraq insan daxili qüvvələrinin işi kimi anlaşılır. İkinci mənadakı fəaliyyətin tərifi Spinoza tərəfindən dəqiq ifadə edilmişdir. O, aktiv və passiv təsirlər, yeni hərəkət və hərislik arasında olan fərqləri irəli sürür. Belə ki, aktiv təsir, yeni hərəkət etməklə insan sərbəstdir, öz hərəkətinin yiyəsidir. Passiv hərəkət etməklə isə insanı müəyyən zahiri səbəblər istiqamətləndirir və o şəxs nə etdiyini dərk etmədən həmin səbəblərin obyektinə çevrilir. Beləliklə Spinoza belə bir nəticəyə gəlir ki, qabiliyyət və səxavət eyni məfhumlardır. Paxıllıq, qısqanclıq, şöhrətpərəstlik, istənilən növsimiçlik, bunlar hamısı hərislikdir. Məhəbbət isə heç də məcburiyyət deyil, yalnız hər zaman hərəkət insan qüdrətinin təzahürüdür. Məhəbbət passiv effekt deyil, fəaliyyət, aktivlik hansısa bir halda düşmək demək deyil. Həmin halda mövcud olmaq deməkdir. Məhəbbətin aktiv xarakterinin daha ümumi tərəfini belə vermək olar. Sevmək, ilk növbədə əldə etmək yox, bəxş etmək, vermək deməkdir. Vermək nə deməkdir? Bu sual ilk baxışda sadə görünsə də, əslində onun arxasında çox sayda anlaşılmazlıq və dolaşıqlıqlar gizlənir. Vermək sözü bəzən yanlış olaraq nəyisə qaytarmaq, geri vermək, nədənsə məhrum edilmək və ya nəyisə qurban vermək kimi anlaşılır. Öz inkişafında qəbul etmək, istifadə etmək, toplamaq və s. bu kimi məqsədlərdən uzağa getməyən insanlar üçün bağışlamaq, vermək məhz yuxarıda sadaladığımız mənada anlaşılır. Bazar düşüncəli insan həvəslə verir. Lakin hökmən mübadilə məqsədi güdür və əvəzində nəsə əldə etmək istəyir. Çünki əvəzini görmədən bir şeyi vermək onun üçün aldanmağa bərabərdir. Səmərəsiz istiqamətli insanları isə verərək özlərini yoxsullaşmış kimi hiss edirlər. Ona görə də belə insanlar əksər hallarda bəxş etməkdən imtina edirlər. Bəxş etmək, vermək sözünü qurban vermək kimi anlayanlar bəzən bunu səxavət kimi dəyərləndirir. Onların aləmində bəxş etmək ona görə lazımdır ki, bu onlara qəm, ağrı acı gətirir. Bu aktın səxavətliyi də məhz onların qurban verdikləri düşünmələrindən ibarətdir. Əldə etməkdənsə vermək yaxşıdır kimi əxlaq normaları onlar üçün sevinç duymaqdansa məhrumiyyətlərə düşmək yaxşıdır kimi anlaşılır. Məhsuldar fəaliyyət istiqamətli adamlar üçün vermək sözü tamamilə bir fərqli anlam daşıyır. Onlar üçün vermək, qüdrət və əzəmətin ən yüksək göstərici sayılır. Verdikdə mən özümü qüdrətli,
hakim və dövlətli hiss edirəm və bu yüksək qüdrət, əzəmət, həyat eşqi qəlbimi sevinç və fəxarət hissi ilə doldurur. İçimə dolan həyat və iqtidar eşqi olduqca ürəkaçan və sevindirici bir duyğudur. Bəxş etmək, əldə etməkdən daha çox ürəkaçandır. Bu heç də nədənsə məhrum olmaq demək deyil. Əksinə mən bu zaman yaşadığımı, var olduğumu hiss edirəm. Maddi aləmdə isə bəxş etmək, vermək, zəngin olmaq deməkdir. Necə deyərlər, zəngin həqiqətdə çox var dövlətli olan adam yox, çox verə bilən adamdır. Sərvətini hansı itkilərdən qısqanclıqcasına qoruyan xəsis, əslində sərvəti nə qədər böyük olsa da, psixoloji nöqteyi nəzərdən çox yoxsul birisidir. Yalnız bəxş etməyi, verməyi bacaran əliaçıq insan zəngin sayılır. O özünü başqalarına bağışlamağı bacaracağını hiss edir. Yaşaması üçün ən cüzi vasilələrə sahib olan insan maddi ənam vermək sevincindən məhrumdur. Lakin gündəlik təcrübə onu göstərir ki, bu və ya digər insanların zənninə görə yaşamaq üçün ən zəruri olan vəsaitlərin minimumu onun sərvətinin real ölçülərindən əvvəl ilk növbədə xasiyyətindən çox asılıdır. Hamıya yaxşı məlumdur ki, yoxsulun ürəyi və əli varlıya nisbətən daha çox açıqdır. Bununla belə yoxsulluq elə bir həddə gəlib çata bilər ki, artıq verməyə bir şey qalmamış olsun və onda da şəxsiyyətin dağılması başlayır. Bu dağılma təkcə yoxsulluğun yaşadığı əzablarda deyil. Yoxsul insan artıq bir şey vermək, bağışlamaq sevincindən məhrum olmasından irəli gəlir. Lakin ən əsas maddi yox, spesifik insani dəyərləri bəxş etməkdir. Bir insan o birinə nə verir? O, özünü, həyatını, ona əziz olan hər şeyi bölüşür. Bu heç də o demək deyil ki, bir insan başqası üçün həyatını qurban verməlidir. O sadəcə onun həyatında var olub, onun üçün əziz olanları, öz sevincini, fikirlərini, maraqlarını, biliklərini, əhval-ruhiyyəsini, kədərini, bir sözlə həyatının bütün təzahürlərini bölüşür. Beləliklə, həyatını bölüşməklə insan həm qarşısındakının, həm də özünün əzəmətini və həyat eşqini zənginləşdirir. O, əldə etmək üçün vermir. Verməyin, bağışlamağın özü onun üçün bir sevincdir. Lakin verərək bir insan o birinin həyatına bir yenilik qatır və özü də nəsə əldə edir. Necə deyirlər? Verdiyini geri alır. Bəxş etməklə biz başqasının da bəxş etməyə təhrik etmiş oluruq və beləliklə hər ikimiz həyatımıza qatılan bu gözəlliyin sevincini yaşayırıq. İki nəfər nəsə verəndə yeni biri doğulur və bu zaman onlar üçün doğulan yeni bir həyat üçün hər ikisi minnətdar olur. Məhəbbət baxımından bu bilavasitə məhəbbət doğuran bir qüvvə deməkdir. Marks tərəfindən bu mülahizə çox gözəl yürüdülmüşdür. İnsanı insan, onun həyata münasibətini insani hesab etsək, onda məhəbbəti yalnız məhəbbətlə, etibarı isə etibarla ödəmək olar. Cəsarətdən zövq almaq üçün müvafiq şəkildə tərbiyələnmiş olmaq, başqalarına təsir göstərmək üçün insanlara hərəkətə təhrik etmək qabiliyyətinə malik olmaq, onların önündə getmək, onlara dəstək olmaq gərəkdir. İnsan və ya təbiətlə hansı münasibətlərə girməzdən asılı olmayaraq, onlar mütləq şəkildə iradə obyektinə uyğun olan sizin real individual həyatınızın təzahürü olmalıdır. Əgər sizin sevginiz qarşılıqlıdırsa, yəni məhəbbətinizdən məhəbbət doğmursa, əgər məhəbbətinizi biruzə verməklə qarşılıq alaraq sevilən olmadınızsa, deməli sizin məhəbbətiniz zəifdir. Baş tutmamışdır. Lakin bəxş etmək təkcə məhəbbət əldə etmək demək deyil. Müəllim öz şagirdindən öyrənir. Aktyoru tamaşaçılar ruhlandırır. Psixoterapevt xəstənin sayəsində sağalır və bütün bunlar yalnız o şərtlə ola bilir ki, onlar bir-birinin obyekt gözündə görməsin. Səmimi və məhsuldar ünsiyyət qursunlar. Verərək sevməyin şəxsiyyətin xüsusiyyətlərinin inkişafından asılı olmasını xatırlamamısınızsa ehtiyac yoxdur. Bu iş şəxsiyyətin öz daxilində asılılıq, özünü bəyənmə, yığımcılıq və s. bu kimi mənfi keyfiyyətlərə qalib gələrək məhsuldar fəaliyyət üçün bir növ bir istiqamət yaratmasını nəzərdə tutur. İnsan öz qüvvəsinə inanmalı, məqsədlərinə çatmaqda, özünə güvənməyi, arxayın olmağı bacarmalıdır. Bu keyfiyyətlər insanda nə qədər zəif inkişaf etmiş olsa, bir o qədər bəxş etməkdən, verməkdən,
Beləliklə də sevməkdən qorxur. Sevməyin vəzifəsi həmişə bəxş etmək, vermək olmur. Bu həm də qayğı çəkmək, məsuliyyət daşımaq, hörmət etmək və agah olmaq deməkdir. Bunlar da məhəbbətin aktiv xarakterinin təzahürləridir. Onun bütün formalarına xas olan ən mühüm cəhətləridir. Məhəbbətin daim qayğı olması anlamı daha çox ananın övladına olan məhəbbətində təzahür edir. Övladına qayğı göstərmədiyini, onun sağlamlığı və rahatlığı üçün vaxtında yeməyinə, yuyunmasına, başdan sovda yanaşdığını görən insanları ananın öz övladını sevdiyinə inandırmaq əsla mümkün olmaz. Əksinə, qayğıkeş ananın məhəbbətinə heç bir kəs şübhə edə bilməz. Hətta heyvanlar və güllərə məhəbbət məsələsi də eynidir. Bir qadın gülləri sevdiyindən danışırsa, biz isə onun güllərə vecsiz yanaşdığını, onları sulamağı unutduğunun şahidi oluruqsa, təbii ki, onun məhəbbətinə inanmırıq. Məhəbbət, sevdiyimiz insanın həyatı və rəfahı üçün sərgilədiyimiz yaradıcı maraq və qayğıdır. Belə yaradıcı qayğı olmayan yerdə məhəbbət də olmaz. Məhəbbətin bu xüsusiyyəti Iona'nın kitabında çox gözəl təsvir olunmuşdur. Tanrı Iona'ya, Ninevaya getməyi və onun əhalisini pisliklər etmələrindən çəkinməyəcəkləri halda böyük bəlalar gözlədiyindən xəbərdar etməsini buyururdu. İona öz missiyasını yerinə yetirmir. Çünki o, insanların öz günahlarından peşman olub, tövbə edəcəklərindən və Tanrının onları bağışlayacağından qorxur. Bu, tabi olmağa alışmış, lakin sevməyi bacarmayan bir insandır. Missiyasından boyun qaçırmağa çalışaraq İona, Tanrının əmri ilə daşürəkliyin cəzası olaraq tənhalıq və əsarət rəmzi olan balinanın qarnına düşür. Tanrı onu azad edir və İona itaətli Ninevaya yollanır. Burada o, Nineva sakinlərinə Tanrının ona əmr etdiyi açıqlamanı verir. Nəticədə onun ən çox qorxduğu baş verir. Yəni Nineva sakinləri öz günahlarından peşman olub, tövbə edirlər. Tanrı onları bağışlayır və yaşadıkları şəhəri rivan etmək fikrindən geri dönür. İona məyus olur və qəzəblənir. O mərhəmət yox, ədalətli məhkəmə istəyirdi. İona istirahət etmək üçün Tanrının izni ilə bitən, onu günəşin yandırıcı şüalarından qoruyan ağacın kölgəsində uzanır. Lakin Tanrı həmin ağacı qurudur və ona pərişan halda Tanrıdan narazılıq etməyə başlayır. Onda Tanrı ona belə cavab verir. Sən əziyyətini çəkmədiyin, bitirib becərmədiyin, bir gecədə bitirib və həmin gecədə yox olan bir ağaca heyfslənirsən. Bəs mən sağ əlini sol əlindən ayıra bilməyən 120 min nəfərdən artıq əhalisi və çoxlu sayda mal qarası olan Nineva kimi böyük bir şəhərə necə rəhm etməyim? Bu cavabı rəmzi olaraq anlamaq gərəkdir. Tanrı İonaya başa salır ki, məhəbbətin məğzi zəhmət çəkməkdən, nə isə böyüdüb boya başa çatdırmaqdan, məhəbbətlə əməyin bir-birinin ayrılmaz hissəsi olmasından ibarətdir. Əmək sərf olunan şey sevilər və eyni zamanda sevilən şeyin uğrunda əmək sərf olunmalıdır. Məhəbbətin məsuliyyət, cavabdehlik adlanan daha bir aspekti qayğı ilə sıx əlaqədardır. Zənnimizcə məsuliyyət çox zaman kənardan vadir olunmuş, borc sayılan bir məfhumla səciyyələnir. Lakin məsuliyyət sözün əsl mənasında tamamilə könüllü bir aktdır. Bu mənim digərlərinin məlum və ya gizli ehtiyaclarına olan qarşılığım, cavabımdır. Məsuliyyətli olmaq, qarşılıq verməyə hazır və qabiliyyətli olmaq deməkdir. İona Nineva sakinlərinə qarşı məsuliyyət hissi duymadı. O eynilə qabil kimi, məgər mən öz qardaşımın gözətçisiyəm deyə soruşa bilərdi. Sevən adam cavabdehlik hissindən məhrum olmamalıdır. Qardaşın həyatı isə qardaşına yox, onun özünə aiddir. O, özünə cavabdeh olduğu kimi qardaşlarına qarşı da cavabdehlik hissi duyur. Ana və körpə məsələsində bu cavabdehlik, məsuliyyət ilk növbədə qayğıya və cismani ehtiyaclara aid olur. Böyüklərin sevgisində isə bu ilk növbədə başqasının mənəvi ehtiyaclarına aid olunur. Məhəbbətin üçüncü ünsürü olan hörmət olmasaydı, məsuliyyət susturulmayaraq insan sahiblənməyə kimi gətirib çıxara bilərdi. Hörmət heç də qorxu və ya pərəstişkarlıq deyil. Hörmət sözü polyak dilindən diqqətçil olmaq, göz olmaq mənasını daşıyır. Bu səbəbdən başqasını olduğu kimi görmək,
onun individuallığını dərk etmək bacarığını ifadə edir. İnsanı hörmət etmək, onun şəxsi tərzdə inkişaf etməsində maraqlı olmaq deməkdir. Beləliklə, hörmət bir şəxsin o birindən istifadə etməsinə istinad edir. Mən sevirəmsə, sevdiyim insanla özümü bir vəhdət olaraq hiss edərəm. Lakin mən onu mənim istədiyim kimi və ya hansısa məqsədlərimə uyması üçün yox, özü olduğu üçün sevirəm. Yalnız mənim özümün də müstəqil insan olduğum, kiminsə köməyi olmadan yeriməyi və hərəkət etməyi bacardığım, başqalarını öz məqsədlərim üçün istifadə etməyə ehtiyacım olmadığı halda başqasına hörmət edə biləcəyim bəllidir. Hörmət yalnız azadlıq əsasında mövcuddur. Eynilə bir fransız mahnısında deyildiyi kimi, məhəbbət azadlığın övladıdır. Hökmranlığın yox, azadlığın övladı. Lakin insanı tanımadan ona hörmət etmək mümkün deyildir. Qayğı və məsuliyyət idrakla idarə olunmurlarsa, kördürlər. İdrak isə qayğı və maraqla şərtləndirilmiş olmazsa, mənasız sayılardı. İdrakin çoxsaylı dərəcələri mövcuddur. Məhəbbətin cəhətlərindən biri olan idrak heç zaman səthi qala bilməz. Çünki o, mahiyyətin dərinliklərinə varmaq iqtidarındadır. Bu, yalnız mənim özünə qayğı əsarətindən azad olub, qarşımdakının onun öz mövqeyindən, onun maraq dairəsində görəcəyim halda mümkündür. Məsələn, mən bir insanın bunu nümayiş edib etməyəcəyindən asılı olmayaraq qəzəbləndiyini görə bilərəm. Lakin mən onu daha dərindən tanıyıramsa, onda görürəm ki, o qayğı və təlaş içindədir. Tənhalıq və günah hissləri ona istirab verir. Onda onun əsəbliyini sadəcə daha bir dərin hissin təzahürü olduğu, onun əsəbi yox, sıxıntı və qayğı içində istirab çəkdiyi mənə tamamilə aydın olur. İdrakla məhəbbət daha bir önəmli cəhətdən bir-biri ilə əlaqədardır. Bir insanın təcrid olunma əsarətindən azad olmaq üçün başqası ilə qovuşmağa can atmasının fundamental zərurəti, insan sirrinin dərk olunması kimi daha bir spesifik, insani meyli ilə sıx əlaqədardır. Əgər həyat özünün sırf bioloji təzahüründən möcüzə və sir sayılırsa, onda sözsüz ki, insan da özünün insani təzahürlərində həm özü, həm də bəşəriyyət üçün dərk olunmaz bir sir sayılır. Mən özümü tanıyıram, lakin nə qədər çalışsam da yenə də özümü tanımıram. Eləcə də mən öz yaxınımı tanıyıram, amma yenə də onu tanımamış sayılıram. Çünki nə o, nə də mən əşya deyilik. Özümüzün və yaxınımızın varlığının dərkinə daxil olduqca, idrakimizin məqsədi bizim üçün daha da uzaqlaşmağa başlayır. Nəticədə biz insan ruhunun sirrini öyrənməkdən, insan varlığını dərk etmək marağından vaz keçə bilmirik. Bu sirri dərk etməyin daha bir fövqəladə üsulu vardır ki, bu da başqa adamın üzərində hədsiz hüdudsuz hakimiyyətə malik olmaqdır. O hakimiyyət ki, həmin insan mənim istədiyim şəkildə hərəkət etməyə və hətta düşünməyə vadar edir. Onun mənim xüsusi mülkiyyətim və ya bir əşyam olmasına səbəb olur. Bu yolla dərk etmənin daha sərt forması sadizmdir. Sirrin açılması naminə zülm etmək, işgəncə vermək istəyi və bacarığı. Məhz bu kimi həm insan sirrinə, həm də öz mənliyini dərkinliyinə nüfuz etmək istəyi, qəddarlıq və dağıdıcılığa can atmanın mühüm səbəblərindən biridir. Bu fikri çox dolğun şəkildə İshak Babel ifadə etmişdir. Onun qəhrəmanı, öz keçmiş ağasını tapdaq altında qoyan Rusiyadakı vətəndaş müharibəsinin iştirakçısı belə söyləyir. Atəşlə mənə belə deyərdim ki, insandan yalnız yaxa qurtarmaq mümkündür. Atəşlə insanın ruhuna, qəlbinə, onların olacağı yerə gedib çata bilməzsən. Amma mən bəzən özümə rəhm etmirəm. Elə olur ki, düşmənimi saatlarla tapdalayıram. Çünki mənim üçün həyatı olduğu kimi tanımaq gərəkdir. Bu yolla dərk etməyə cəhdlər çox zaman uşaqlarda müşahidə olunur. Uşaq əşyanın içindəkini görmək üçün onu sındırır. Canlı varlığın sirrini öyrənməyə çalışarkən uşaq qəribə qəddarlıqla kəpənəyin qanadlarını qopardır. Beləliklə qəddarlıq, həyat və əşyaların sirrini öyrənmək həvəsi kimi dərin səbəb daşıyır. Sirri dərk etməyin başqa bir yolu məhəbbətdir. Məhəbbət mənim dərk etmə şövqümün söndürülməsini təmin edən başqa bir varlığa qovuşaraq ona fəal nüfuz etmədir. Qovuşma zamanı mən özümü, hər kəsi dərk edirəm.
lakin heç nəyi öyrənmirəm. Mən bütün canlı aləmin sirrini, insan üçün yeganə mümkün olan yolla, düşünmə yolu ilə yox, bu qovuşmanı yaşayaraq dərk edirəm. Sadizm sirri dərk etmək ehtiyacından doğur, lakin mən əvvəllər doğduğu kimi çox az şey bilirəm. Mən canlı varlığı parçalara bölürəm, lakin mən bununla heç bir şey öyrənmirəm. Yalnız onu məhv edirəm. Yalnız məhəbbət, qovuşma haqqında mənim sirri öyrənmək tələbatımı təmin edə bilər. Yalnız sevərək özümü başqasına verərək və ona nüfuz edərək mən özümü qazanıram, dərk edirəm. Mən hər ikimizi, mən insanı dərk edirəm. Özünü və yaxınını tanımaq həvəsi və istəyi Dev Orakulasının özünü tanı adlı kəlamında verilmişdir. Psixologiyada bütünlüklə bununla yetişmişdir. Həvəs insan barədə hər şeyi bilmək, onu ən məhrəm sirrini öyrənməyə çalışmaqdan ibarət olduğu üçün onu yalnız fikirləşməklə, adi biliklərdən istifadə etməklə susturmaq mümkün deyil. Biz özümüz haqqında 1000 dəfə artıq bilsək belə, yenə də hər şeyi sona kimi öyrənmiş sayılmarıq. Özümüz də bizə əhatə edənlər də bizim üçün eyni müəmma olaraq qalacaqdır. Tam dərk etməyə çatmağın yeganə yolu sevgi meydanındakı fəaliyyətdir. Bu hərəkət söz və düşüncələrin sərhədlərini aşır. Çünki o, hər şeyə üstün gələn bir duyğudur. Qovuşma həyəcanı. Bununla belə intellektual, yəni psixoloji idrak, məhəbbətin hərəkətdə olduğunun tam dərk edilməsinin mühüm şərtidir. Mən özümü və başqasını obyektiv tanımalıyam ki, onun əslində necə olduğunu öyrənim və ya əksinə, mən də onun barəsində olan yanlış təəssüratdan azad olum. Yalnız bu obyektiv təsəvvürü özüm üçün yaratdıqdan sonra, mən insanın məhəbbətində olan ən məxfi mahiyyətini dərk edə bilərəm. İnsan idrak problemi dini nöqteyi nəzərdən Tanrını dərk etmə problemi ilə bir sırada durur. Qəlbin ənənəvi ilahiyyatı Tanrının fikir vasitəsilə Tanrı barədə nəticələri çıxarmaqla dərk etməyə çalışır. Mənim Tanrını düşünmək yolu ilə dərk edə biləcəyim sənin olunur. Monotizmdə müntəzəm sürətdə doğulan mistizmə kimi düşünmək yolu ilə Tanrını dərk etmə rədd edilir və bunun əvəzinə Tanrıya qovuşmaq həyəcanı irəli sürülür. Burada isə Tanrı barədə biliklərə nə yer yoxdur, nə də ehtiyac. İnsanla və yaxud dini dildə desək, Tanrı ilə qovuşmanın həyəcanı irrasional sayılmır. Əksinə, bu Albert Schweizer'in göstərdiyi kimi rasionalizmdən çıxarılan ən fundamental və ən cəsur bir nəticədir. Bu nəticəyə əsasən belə fikir çıxır ki, insan və kainat sirlərini heç zaman axıra qədər aça bilməyəcəyimizi, lakin bütün bunlara baxmayaraq biz dərk etməmizi, məhəbbətdə tapa biləcəyimizi düşüncəsi təsadüfi yox, prinsipial əhəmiyyət kəsb edir. Psixologiyanın bir elm kimi öz məhdudiyyətləri, mistizmdə də teologiyanın məntiq nəticəsi vardır. Psixologiyanın əhəmiyyətli və qəti nəticəsi, qayğı və məsuliyyət, hörmət və idrak bir-biri ilə qarşılıqlı əlaqədardır. Bu yetkin, yəni öz imkanlarını səmərəli şəkildə inkişaf etdirən, Yunan mifologiyasının qəhrəmanlığı olan narsisə məxsus olan, biricik və hökmranlıq xəyallarından imtina edən, daxili qüvvədən doğulan təvəzzükarlıqdan məhlum olmayan bir insanda olması vacib sayılan möhkəm məqsədlər kompleksidir. Bu qüdrəti isə yalnız əsl yaradıcı fəaliyyət bəxş etmək iqtidarındadır. İndiyə kimi mən məhəbbəti təcrid olunmanın, tənhalığın aradan qaldırılması üsulu, coşqun qovuşma istəyi olaraq müzakirə edirdim. Lakin qovuşmanın ümumi, eksistensial tələbatından əlavə daha spesifik, yəni bioloji tələbat da meydana çıxır. Kişi və qadın qütblərinin birləşməsinə can atma. Polyalizasiya ideyası kişi və qadının əzəldən vahid bir varlıq təşkil etdiklərini, sonradan onların yarı bölündüklərini və bunun nəticəsində o zamandan bəri hər kişinin yarısının özünün qadın yarısını yenidən birləşmək üçün axtarmağa məcbur qaldığı əsatirində daha aydın ifadə olunmuşdur. Kişi və qadının əzəli bir vahid olmasından xəbər verən həmin fikir Bibliyadakı Adəm və Həvva haqqında olan hekayədə də göstərilmişdir. Burada Həvvanın Adəmin bir qabırğasından yaradıldığından söhbət gedir.
Lakin bu hekayə daha çox patriarxizm ruhunda olduğundan burada qadının kişiyə nisbətdə ikinci dərəcəli bir varlıq olduğu söylənilir. Və satirin mənası kifayət qədər aydındır. Əks cinslərin varlığı insanı xüsusi bir vasitəyə, əks cinslə birləşməyə sövq edir. Kişi və qadın mənşələrinin qarşı-qarşıya qoyulması hər kişinin və hər qadının daxilində də vardır. Fizioloji baxımdan kişi və qadın orqanizmlərində bir-birinə əks olan hormonlar mövcud olduğu kimi, onların həmçinin psixoloji cəhətdən də iki cinsliyi qəbul etmə və daxil olma, maddi və ruh mənşələrinə xas olduqları da məlumdur. Kişi və qadın yalnız bir-biri ilə birləşəndə daxili qovuşmaya nail olurlar. Bu ziddiyyət bütün yaranışların əsasını təşkil edir. Həmin bu kişi və qadın mənşəyinin ziddiyyəti insan quruluşunun da əsasıdır. Bioloji tərtibdə bu ziddiyyət aşkar şəkildə meydana çıxır. Berin və toxum hüceyrəsinin birləşməsi zamanı yeni həyat törəyir. Lakin sırf psixoloji cəhətdən də həmin mənzərə göz önündədir. Kişi və qadın məhəbbətdə canlanır, sanki yenidən doğulur. Kişi və qadın mənşələrinin ziddiyyəti təbiətdə də mövcuddur. Bu nəinki heyvan və bitki aləminə, həm də iki əsas funksiya olan qəbul etmə və daxil olma ziddiyyətinə də aid olunur. Bu, yer kürəsi və yağışın, çay və okeanın, gecə və gündüzün, qaranlıq və işığın, materiya və ruhun ziddiyyətləridir. Bu fikir dahi müsəlman şairi və mistiki Cəlaləddin Rumi tərəfindən çox gözəl ifadə olunub. Həqiqətən də sevən bir kəsi onun gözəl yarı arayıb gəzir. Qəlbini məhəbbət nizəsi sancsa, bil ki, sevir onun vəfadarı da. Qəlbinlə Allahı sevərsən əgər, əmin ol Allahın nəzərindəsən. Hekəldən səs çıxmaz hamıya bəlli, Allahın müdrik əmrinə varıb, sevmişik səninlə bir-birimizi. Təbiət qurulub böylə əzəldən, kiçik hissəcik də var, olmaz təkdən. Kişi asimansa, qadın torpaqdır. Torpaq qəbul edib onun varını, sevgi ilə cücərdir onu, bu haqdır. Torpağın istisi azalsa birdən, asiman təravət, nur səpər göydən. Budur asimanın atdığı addım, sanki ailəsini o dolandırır. Torpaqsa ana tək ocaq yandırır, körpə balaların o canlandırır. Asimanla torpaq idrak çeşməsi, deyilmi ey insan, çünki əməyi onların idrakdan qidalanıbdır. Əgər ki birlikdə var olmasaydı, sevgili tək qovuşmağa can atmasaydı, torpaq olmasaydı nə ağac nə gül, bitib canlanmazdı zaten heç bir gün. Asimandan gələn isti rütubət, olmazdı gərəyi onların əlbət. Bir ərlə arvada Tanrı əmr etdi, kainat varlığın bəşəriyyəti, onların birliyi qorumalı idi. Eləcə hər xırda bir hissəcikdə var olmaz, yaşamaz əsla təklikdə. Gecə ilə gündüzün zahirən düşmən, olması bir heçdir, inan mənə sən. İkisi də bir məqsəd daşıyıcısı, bərabər sevginin ucaldıcısı, ümumi əməyi bir qarşılıqlı artırıb çoxaldar onlar. Olsaydı fərqli gündüzün sərvəti, xərclənər necə? Olması aləmdə sehirli gecə. Kişi və qadın ziddiyyətlərinin problemi ilə əlaqədar məhəbbət və əks cinslərin münasibətlərinə dair daha bir neçə məsələyi gözdən keçirmək gərəkdir. Əvvəldə qeyd etmişdim ki, Freud məhəbbəti yalnız cinsi instinktin ifadəsi və ya sublimasiya sanmaqdan yanılmışdır. O nəzərə almamışdır ki, cinsi meylin özü sevgi və birləşmə ehtiyacının təzahüründən biridir. Lakin Freudun səhvini hətta daha ciddi hesab etmək olar. Özünün filoloji materialist ideyasına müvafiq olaraq o cinsi instinkti təbiətinə görə kimyəvi olan və enerji itkisi tələb edən istirablı gərginlik nəticəsi kimi qiymətləndirirdi. Bu meylin məqsədi həmin istirablı gərginliyi ləğv etməkdir və bunun həyata keçirilməsi elə məmnunluq deməkdir. Belə bir fikir cinsi meylin də orqanizmə aclıq və susuzluq kimi təsir edəcəyi halda əsaslı sayılardı. Nöqteyi nəzərdən cinsi meyl bir növ qaşınmaya, cinsi məmnunluq isə bu qaşınmanın aradan qaldırılmasına bənzəyir. Əslində, məsələyə bu nöqteyi nəzərdən yanaşsaq, cinsi məmnunluğun ideal vasitəsi kimi anonizmi götürmək olardı. Cinslərin bir-birinə qarşılıqlı meyli gərginliyin qismən aradan qaldırılması ilə əsaslandırılır.
Bu ilk növbədə əks polusla birləşməyə ehtiyacıdır. Əslində şəhvani hisslər təkcə cinsi meyldən irəli gəlmir. Cinsi funksiyalarda olduğu kimi kişi və qadının xarakterində də özünə məxsus xüsusiyyətlər var. Kişi xarakterinə mənafeləri dəf etmək, idarəçilik, aktivlik, intizam, zirəklik bacarıqları, qadına isə səmərəli mənimsəmə, himayə etmə və s. bu kimi cəhətlər xasdır. Qadın xasiyyəti realizm, dözümlülük, insanlara qarşı ana münasibəti nümayiş etdirilməsi ilə seçilir. Çox zaman kişiyə xas olan cəhətlər onun emosional və psixi baxımdan, hələ də uşaq kimi olması səbəbindən onda zəif təzahür edir. Bu zaman o, cinsi münasibətlərdə özünün kişi roluna xüsusi önəm ayırmaqla çatışmazlığı doldurmağa çalışır. Nəticədə, xarakter məntiqi mənada özünün igidliyindən əmin olmadığı üçün kişi məziyyətini cinsi əlaqədə göstərməyə çalışan Don Juan yaranır. Xarakterinə xas olan cəhətlərin çatışmamazlığı probleminin ən ağır və pozulmuş forması sadizmdir. Qadın hissiyatının zəifləməsi və ya pozulması mazoxizmə və ya tabelik istəyinə gətirib çıxara bilər. Cinsi münasibətin rolunun şişirdilməsinə görə Freud tənqid obyektinə çevrilmişdir. Çox zaman bu tənqid mühafizəkar düşüncəli adamları qıcıqlandıran cəhətlərin Freudun nəzəriyyəsindən çıxarılmasına yönəlirdi. Freud bunu çox yaxşı anlayırdı, belə buna görə də özünün nəzəriyyəsinin dəyişdirilməsinə yönəlmiş. İstənilən cəhdlərə bacardığı qədər müqavimət göstərirdi. Həqiqətən də o vaxt Freudun nəzəriyyəsi üsyankar, inqilabi xarakter daşıyırdı. Lakin 1900-cü illərdə düzgün sayılan mətləblərin 50-dən sonra yanlış sayılmasına təəccüb etməyə dəyməz. Adət-ənənə o qədər dəyişilib ki, artıq Freudun nəzəriyyəsi qərb cəmiyyətinin orta siniflərində o qədər də qəribə görünmür və bugün ortodoksal psixoanalitiklərin Freudun nəzəriyyəsini mühafizə etdikləri üçün özlərini cəsur və qabaqcıl hesab etmələrini Don Kixota xas olan radikallıq adlandırmaq olar. Əslində psixoanalizm bu növü konformistdir. Çünki müasir cəmiyyətin tənqid edən psixoloji məsələləri özündə ehtiva etməyə yönəlməmiş. Mənə gəldikdə isə şəxsən mən Freudun nəzəriyyəsini cinsi münasibətlərə həddən artıq yüksək qiymət verdiyi üçün yox, bu əlaqəni lazımı qədər dərindən anlamadığı üçün tənqid edirəm. İnsanlar arasındakı münasibətlərdəki meyillərin açılmasına doğru ilk addımı məhz Freud atmışdır. Özünün fəlsəfi mühakimələrinə uyğun olaraq o, bu meyilləri fizioloji baxımdan izah etmişdir. Psixoanalizin sonraki inkişafı əsnasında Freudun konsepsiyasını təklif etdiyi dərk etməni fiziolojidən bioloji və ekstensional istiqamətə yönəltməklə düzəltməyə və dərinləşdirməyə zərurət vardır.